Bakı Dövlət Universiteti, Beynəlxalq Türk Akademiyası və Türk Elmlər Akademiyasının təşkilatçılığı ilə süni intellekt etikası üzrə Türk dünyasının birinci beynəlxalq konfransı və payız məktəbinin açılışı keçirilib. Rektor Elçin Babayev, süni intellektin insan düşüncəsinin sərhədlərini aşdığını və BEDU-da Beynəlxalq Türk Akademiyası ilə birlikdə süni intellektin etikası kafedrasının yaradıldığını bildirib. Qonaqlar süni intellektin təhsil, səhiyyə, idarəetmə və təhlükəsizlik kimi sahələrdə yeni imkanlar yaratdığını, eyni zamanda etik çağırışlar doğurduğunu vurğulayıb. Tədbir Türk Dövlətləri Təşkilatının strateji sənədlərində qeyd olunan süni intellektin inkişafı məqsədlərinə töhfə kimi qiymətləndirilib. Konfransda elmi əməkdaşlığa və qardaşlıq əlaqələrinə verdiyi dəstəyə görə təşəkkürnamələr təqdim olunub. Sonda isə bədii kompozisiya nümayiş etdirilib. Nurgün Qənizadə, Zahid İbrahimov, BEDU xəbər.